Hamıza salam dostlar. Uzun bir vaxtı yox idi və videolar da gəlmirdi. Artıq videolara devam edirik. Dostlar, videonun gəlməmə səbəbi də World Soccer Champions'in təzə şeyini çıxartmadılar. Yəni dostlar, nə tər deyim, təzə hiləsini çıxartmayıblar, telif yeyiblər. Mən də hiləsiz oynayacağım artıq World Soccer Champions'i və başqa oyunlar da gələcək. Məsələn, bu PES 2026'dır. Bu günlərin PES 2026'da Emre Mor'un kariyerini mən yönədirəm. Emre Mor bilirsiniz ki, Fenerbahçe ilə Galatasaray'da çöktü. İndi takma bile almırlar. Bakın Emre Mor. Kariyerini mən yönədirəm. Dostlar, Emre Mor'u Premier Lig'de Newcastle United'da başlatmaq istədim futbola. Məncə burada qəşəng ilerləyə bilər və biz digər sezon Emre Mor'un gəlişdiyi sezonda digər sezonda videonu atacağım mən. Hələ dostlar, sezon başlardı və Emre Mor bu qədər gəlişib. Bu arada dostlar, boyu, çəkisi zadı hamısı özünündür. Mən toxunmamışam onlara. Neyse, devam edək. Bu arada dostlar, Manchester United maçında Emre Mor ilk 11'e alındı. Bence büyük bir bacardı bu bizim için. Dostlar, təəssüf ki Emre Mor Liverpool maçında oyuna alınmadı, ama hiç olmaz. Ve dostlar, sezon hele ortalarına bile çatmadan Emre Mor bir dənə daha gəlişmə aldı. Ve dostlar, sezonun ortalarındayken Emre Mor dayanıklılığı 80 oldu. Büyük bir bacarı, büyük bir bacarı. Dostlar, da hele sezonun ortalarındayken Emre Mor'a 6 kulüp teklif gönderdi. Rayo Vallecano, Atalanta, Parma FC, Hellas Verona, Angelos Esco. Məncə dostlar, Emre Mor Newcastle'dan devam eləsin. Burada çok qəşəng gəlişir. Ve dostlar, yadımdan çıxmışdı. Əgər dostlar Emre Mor hansısa takıma getmək istəsə buradan təzədən gələ bilər. Neyse, Emre Mor'u akıl hocası seçək. Hızlanma, hücum, en yüksek hız. Emre Mor'a hız basacağız, sürətlənsin və davam edirik. Sezonun axırında görüşərik. Və dostlar, sezon axırında açacaqdım videonu, amma yenə təşəkkür. Torino gəlib, Ude Almeria, Aston Villa FC, FC Lorient, Celta de Vigo, bir de FC Mantes. Məncə bu takım elə də yaxşıdır. Və dostlar, yenə 6 kulüp təklif göndərdi. O Türkiye'den Emre Mor istəyirlər. Kayseri Spor, Aston Villa FC, Angeles Esco, Fatih Karagümrük, Crystal Palace, Eyüp Spor. Məncə dostlar, Emre Mor Newcastle'da hələ də yaxşıdır. Dostlar, bu nədir? Ancaq təklif gəlir. Buan Spor'dur. Spor takımdır. Zaglieri, Hellas Verona, Crystal Palace, Stade Brestoň 29, Parma FC, bir de Mantes. Hiçbirine getmirik. Ve dostlar, Emre Mor məncə bayağı gəlişib. O dostlar, Emre Mor bayağı şeylerini gücləndirdi. Top sürme hızını gücləndirib, hücuma çıxmanı da gücləndirdi. Süper. Ve dostlar, bunu demek yadımdan çıxdı. Emre Mor 18 yaşına girdi. Ve dostlar, Emre Mor en yaxşı ilk 11 seçilib. Emre Mor 6 kulüp istəyir. Gaziantep, Spezia, Fulham, Brentford, Albion, Stade Brestoň 29, Atletik Kulüp. Yine hiçbirine getməyəcəm yani. Newcastle'dan güclü takım gəlmədi. Montreal, Celta Vigo, Sermonto, Aston Monaco. Bence ben artık dostlar Türk Ligi'nden birine de Eyüp Spor, Gaziantep, Atalanta. Eyüp Spor'a gedirik. Emre Mor'u Eyüp Spor'a transfer elədik dostlar. Xeyli uğurlu olsun Emre Mor. Hoppa, Emre Mor'un gücüne bak. Uyda, Emre Mor ne kadar güçlendi. Ve Emre Mor artık Eyüp Spor'da. Tebrik edin, alkışlayın.
nömrə verdilər Emre Mor'a. Bu arada dostlar bazı maçları özüm oynayacağım. Mesela Beşiktaş maçını indi özüm oynayacağım. Bir de dostlar bu videonun Emre Mor'un kariyerini eğer çok beğensəz, sevsəniz bölüm ikincisini de çəkərəm yani. Emre Mor'un mesela dostlar qocaldığı vaxta qədər çəkərəm videonu ama bölüm olacaqdı. Yəni tek videonun içine sığdıranmaram. Ama siz gərək bəyənəsiniz ki, mən də davamını çəkəm. Və maç başlayır. Türkiye bayrağı dalgalanır. Eyüp Spor vs Beşiktaş. İki böyük takım deyirdim zirə sayı. Beşiktaşın kadrosuna baxaq. Qəşəngdir. Yox, kadro deyirəm. Gaziantep 16-cı yerdədir. Alanya ilə Kayseri Spor'da 18-17'dədir. Emre Mor Eyüp Spor'dadır. Burada dostlar xəbəriniz olsun, Emre Mor kanat oynayır. Və maç başladı. Ayda səhv yerə sürüşdük. Ay götürəmirəm. Tutduz. Ayda. Aha. Mina kaçır. O qəşəng pas. Ama qəşəng müdafiə. Tez attılar mənə. Nə qəşəng. Top Emre Mor'da. Emre Mor sürətini işlətdi. Emre Mor qaçır. Emre Mor vurdu çölə. Çox pis. Bərbad şut. Emre Mor'dan gözləməyəcəyim qədər bir şut. Çox bərbad vurdu dostlar. Bomboş idi qapı ardadısa. Qapının yarısını boş bırakmış idi. Vura bilərdi. Aha, gel. Aha, qəşəng. Emre Mor qaçır. Hələ ki dostlarını görmədi burada. Şut imkanı. Emre Mor qapısının qucağına. Emre Mor pas istəyir. Attılar. Emre giriş Emre. Sürüş Emre. Qəşəng. Emre Mor qəşəng kəllə atdı. Giriş Emre ki boyu balacadır. Ayda götüremedim. Arasına girmemize normal sürede son 15 dakika. Oha, neden giriştim? Aha. Ayda Emre Mor topu tutamadı. Çok pis. Sinesine değdi. Aha. Top Emre Mor'da. Emre Mor. Yani çok pis şutlar. Şutları düzeltmeliyiz. Bu şutlar nədir belə? Bu nə şutlardı belə? Emre Mor'dan gözləməyəcəyim qədər pis şutlar yani. Şut işlətməliyəm Emre Mor'a. Ayda. Ay götürəmirəm topu. Emre Mor'la oyun oynayırlar elə bu. Ayda tər atırsan. Qəşəng atın mənə. Açın bitirim açın. İlk yarı dostlar 0-0 ve ikinci yarıda Emre Mor'a güvenirəm. Top Emre Mor'da. Emre Mor koşusunu yapıyor. Emre Mor. Trivella çok pis. Trivella berbat. Aha top bizde kaçır. Adını bilmirəm onu. Emre Mor boşdayam dedi. Emre Mor vurdu, kapısı da kaldı. Emre Mor. Sık offside'dan.
Ay Emre Mor qaldı ofsaytda. Nino. Götürün topu. Emre Mor yorulur. Belə getsə çıxardılacaq oyundan. Aha! Top bizdə. Hara atdılar? Emre Mor qaç. He's got options in the box if he gets his head up. Aa top bizdə. Emre Mor'da top. Emre Mor. Emre Mor. Hoppa süper. Emre Mor. Şut imkanı. Emre Mor neyniysən? Dağa taş attı. Emre Mor. Bakın şuta. Aa rəqibə deyib. Rəqibə deyib. Played into the middle. Ve ayda gol atamadık. Gol atamadık. Aga be. Emre Mor oyundan çıxardılar. Neyse dostlar. Biz bu maç qutarsın skorlarını göstərək maç. Və Emre Mor oyundan çıxardıldı. Gol yedik. Yani maç bitti dostlar. Emre Mor'u oyundan çıxartdılar. Biz de gol yedik. Evet biz. Ve Emre Mor gəlişir dostlar. Dostlar, Emre Mor'u Newcastle geri istəyir ama getməyəcək. Emre Mor'u alt takım istəyir. Newcastle geri istəyir. Fulham, Monterrey, Rice İstanbul, Estan Troles, Trenk Bestory. Məncə Eyüp Spor'da Emre Mor hələlik yaxşı. Emre Mor gəlişir dostlar. Belə baxa bilərik. Emre Mor məncə çox qəşəng gəlişir. Emre Mor yenə Eyüp Spor'da en yaxşı ilk 11 olarak seçildi. Və Emre Mor'u yeni alt takım istəyir. Newcastle, Rayo Vallecano, Angers Skol, Fulham FC, Crystal Palace ve Çaykur Rizespor. Məncə dostlar Crystal Palace'a gedə bilərik. Məncə yani Eyüp Spor'dan yaxşıdır Crystal Palace yenə də. Eyüp Spor'dan yaxşıdır. Vay qəşəng. Emre Mor'un 19 yaşı var ve deyəsiniz dostlar Emre Mor 20'li yaşlarında prime vaxtına girəcək prime dönemine. 2 nömrə verdiler Emre Mor'a. Neyse dostlar bu videomuz bu kadar idi. Eğer çok sevdiysensə digər bölümünü də çəkərəm. Görüşürüz. Sağ olun.